Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə Adəmə səcdə edin dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. Allah dedi, mən sənə əmr etdikdə, sənə səcdə etməyə nə mane oldu? İblis dedi, mən ondan daha üstünəm. Çünki sən məni oddan, onu isə palçıqdan yaratmısan. Allah dedi, buradan aşağı en. Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get. Çünki sən alçaldılmışlardansan. İblis dedi, onların dirildiləcəyi günə qədər mənə möhlət ver. Allah dedi, şübhəsiz ki, sən möhlət verilənlərdənsən. İblis dedi, sən məni yoldan çıxartdığına görə, mən də sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və sən onların əksəriyyətini şükür edən görməyəcəksən. Allah buyurdu, oradan mənfur və qovulmuş halda çıx. Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə cəhənnəmi sizin hamınızla dolduracağım.